Herkese salam. Bugün sınağa düşən belə bir sualı izah edəcəm. Bu əslində heç də çətin bir sınaq deyil. Sadəcə tərcüməsini bilməklə biz bu tip testləri tamamilə səhvsiz yaza bilərik. Əgər tərcümədə hansısa sözdə çaşırsınızsa, qrammatik qaydanı bilməlisiniz ki, yəlik əvəzliyinin asılı forması özündən sonra isim tələb edir. Amma şəxs əvəzlikləridir, yəlik halının müstəqil formasıdır. Bunlar özündən sonra isim tələb etmir. Bu nə deməkdir? Biz bilirik ki, şəxs əvəzlikləri mən, sən, o, biz, siz, onlar. Biz heç harda oxumamışıq ki, şəxs əvəzliklərindən sonra birbaşa isim gəlməlidir. Məsələn, I am a teacher. Mən müəlliməm. Görürsüz, I-dan sonra am gətirdim. I-dan sonra teacher gətirmədim. İsim gətirmədim. Və yaxud da ki, they are students. Onlar tələbədirlər. Mən they-dən sonra xəbərlik gətirdim are. Yəni şəxs əvəzliyindən sonra birbaşa isim gəlmir. Amma yəlik əvəzliyinin aslı formasına baxaq. Yəlik halının aslı forması mənim, sənin, onun, bizim, sizin, onların. Yəni my, mənim, your, sənin, his, her, its, onun, our, bizim, their, onların. Bunlardan sonra mütləq isim gəlməlidir. Bu Azərbaycan dili qrammatikasında da belədir. Bunu şagirdlər niyə çaşır? Hələ də başa düşə bilmirəm. Azərbaycan dilində cümlə qururam. Mənim kitabım, sənin evin, onun maşını, bizim uşaqlarımız, onların evləri və s. Görürsüz, mən yəlik əvəzliyindən sonra Azərbaycan dilində də isim gətirirəm. Yəni Azərbaycan dilində də mənim, sənin, onun, bizim, sizindən sonra isim gəlir. Eyni şey ingilis dili üçün də keçərlidir. 46-cı testi oxuyuram. She loves, o sevir, new bike, yeni velosiped. Deməli isim gəlib, yeni velosiped. Kimin yeni velosipedini? Her new bike, onun yeni velosipedini. My new bike, mənim yeni velosipedimi və our new bike, bizim yeni velosipedimi. Bəzi uşaqlar bura Z yazıb. Z onlar deməkdir. Mən ikini qoysam belə olur. O sevir, I new bike, mən yeni velosiped. 4-ü qoysaq belə olur. O sevir, onlar yeni velosiped. 6-nı qoysam belə olur. O sevir, biz yeni velosiped. Yəqin ki, fikrimi izah eləməyə çalışdım və başa düşdünüz. Sadəcə tərcüməni bilməkdən də tapmaq olar və yaxud da ki, qaydanı bilməliyik ki, yəlik əvəzinin müstəqil halından sonra mütləq isim gəlməlidir. Və bu cümlədə 1, 3, 5 düzgün cavab olur. Onun yeni velosipedi, mənim yeni velosipedim və bizim yeni velosipedimiz. Burada yəlik əvəzinin müstəqil halına digər formalar da ola bilərdi. Məsələn, his də ola bilərdi, their də ola bilərdi və s. Bugünkü test izahım bu qədər. Ümidvaram ki, hər şey aydındır. Hələlik.